إلهي من الحمد لله والصلاة والسلام على رسول الله. اللهم اجعل القرآن العظيم ربيع قلوبنا وشفاء صدورنا ونور أبصارنا واجعله لنا سراجا منيرا واهدنا به إلى الصراط المستقيم. Ya Rabbim, kılgan tırgızgan namazlarımızda, belgen topşan cuma günlerinde cuma hayır sadakalarımızda, Ramazan aylarında topşıgan fitra sadakalarımızda, kalgan izgiliklerimizde, kabul ecri savaplar yasız gamellerden var kılıp, tolu ecri savapların ahiret tırmışımızda kurumuzdan nasip kılsa idim. Ya Rabbim, dünyadan imam bilen ütken, mümin, müslüman kardeşlerimizin, din kardeşlerimizin ruhlarını şad kılıp, yatqan qəbirlərin ləhətlərini yoxdu, nurlu minəvərkin qılıb axır oğulların cümaqdan qılsan ilim. Ya Rabbim, xalq rəhmətin ilə kiləsə oraza qəyidlərin bizim üçün mübərək qılsan idi, sağ sələmət imanlı xələtlərimizdən qəyidlərini qarşı alıb allarını başqırımızını nasip qılsan ilim. Ya Rabbim, tənlərimizin, canlarımızın, fikirlərimizin, tolu yoldan cənnət, hidayət yollarından cidəklə peyda barışlar bularaq tənlərimizin, canlarımızın, fikirlərimizin, şeytan qıtqısından, yozidəm zatlarından, xeyirsiz dostlardan, onlardan, eşlik yenişlərindən, saqlaşılar bularaq xalq rəhmətindən, yerdən feriştini cilərsən və indirsən ilim. Bolğan vaqtlarımızga, mallarımızga, ömürlərimizga xeyirli davamların, bərəkətlərin nasip etib, kəsib etkən mallarımızın rəxətin sinişin, qanışın, Östərgən ballarımızın, qullarımızın, cəbə sözlərinin, qoz qaraşların isən boğan vaqtlarımızdan, cəməvətlərimiz bilən xeyri tegizlikdə kulübüzünə də nasip qılsan ilim. Ya Rabbim, bilgən tapşıqan xeyri sədəxələrimiz, fitra sədəxələrimiz, ahirət durmuşlarımızdan, cəhənnəm mutlarından pərdə buluşu, sıratın uzub getirgən yərdəmşim, icmaqlara, irişulərində səbəbşi bulatırğan izvəklərdən, sədəxətlərdən bar qılsan ilim. اللهم اغفرنا جميعا وارحمنا جميعا ونجنا من النار جميعا وصلى الله تعالى على خير خلقه محمد وعلى آله وصحبه أجمعين. اللهم إنك عفو كريم تحب العفو فاعف عنا برحمتك يا أرحم الراحمين.